Səni çox sevirəm. Biz burada həm əylənir, həm də öyrənirik. Hər dərs öncəsi biz bir-birimizdən sorğu-sual edirik. Görəsən bu gün nə öyrənəcəyik? Addımlarını at, dayan sonra desin. Yaxşı kızım, biri geçti. Benim adım. Benim adım. Stop. Adım Zəfərandır. Dedim danışmayın. Amma görürəm olmur da. Mən dostlarımla birlikdə əyləncəli vaxt keçirirəm. Onlarla birlikdə bir səhnəcik hazırlayırıq. Hər hansı öz rolu olur. Bu mənim üçün maraqlıdır. Mənim adım Çoban Yastığıdır. Qızlar çələn görüb hansı gül qoyur çoban yastığını. Mənim adım Günəbaxandır. Əvvəl məni çiçək sanırdılar. Amma faydalarımı görəndən sonra hamı məndən qida kimi istifadə edir. Dram dərnəyini çox sevirəm. Səhnədə çoxlu obrazlar deyirəm. Bu mənim üçün çox maraqlıdır. Adım Ətir Şahdır. Adımdan da bildiyin kimi ətirlərin şahı deyərlər mənə. Yarpaqlarından alınan yağlardan ətirlər hazırlanır. Mən olan evdə bir olmur. Adım Qanqaldır. Tikanlıyam, amma xeyri xəfəm. Qanqal Qaraciyərin ən yaxın dostudur. Dərnəyimizin 10-dan artıq üzvü var. Dostlara səhnə danışığı, səhnə hərəkəti və obrazı yaratmaq qabiliyyətini aşılayıram. İkinci tamaşamızdır bu artıq, Pambıqçı Qızlar tamaşası və inanıram ki, bu tamaşanın da öhdəsindən gələcəyik.